Hər vaxtınız xeyir olsun. 4-cü mövzuyla davam edək. Üçbucaqların kongruentlik əlaməti, Fales teoremi, üçbucağın orta xətti. Deməli, birinci sualımıza baxaq. Üçbucağın uzunluğu A olan tərəfinə paralel orta xətti B-dir. A + B 15 olarsa, A-nı tapın. Deməli, uşaqlar, biz bilməliyik ki, əgər orta xətt çəkilibsə, orta xətt oturacağın 2 qatını A, B yazsaq, orta xətt oturacağın yarısına və yaxud da oturacaq orta xəttin 2 qatına bərabərdir. Onda bizə A + B-ni 15 verirsə, A-nın yerinə 2B qoysaq, 2B + B-miz 15 isə, 3B-miz də 15 olar, B-miz də 5 olar. Bizdən isə A-nı soruşur. Demək, A-nı tapmaq üçün mən gətirib yerinə qoysam, 2-yə vuraram. 2 vur 5 bərabərdir 10 edər. Deməli, birinci variantımız testimizin variantı C-dir. İkinci, üçbucağın perimetri 6,7 cm-dir. Orta xətlərindən birinin verilən üçbucaqdan ayırdığı üçbucağın perimetrini tapın. Baxaq. Deməli, bir dənə üçbucaq verilib. Orta xəttin xətlərdən birinin, orta xəttin birini çəkdik, verilən üçbucaqdan ayırdığı üçbucağın perimetrini tapın. Ümumiyyətlə, orta xətlərdən əmələ gələn və ya orta xəttin, belə deyək, yaratdığı üçbucağın perimetri ümumi üçbucağın perimetrinin yarısına bərabərdir. 6,7-ni 2-yə bölsək, 3,35 edər. Cavabımız olar D variantı. Üçüncü bayaqki sualdandır, özünüz işləyəcəksiniz. Dördüncü, təpələri verilmiş korbucağı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapın. Uşaqlar, bu tip misallarda elə korbucağı üçbucağın çəkərik. Korbucağı üçbucağın neçə iti bucağı varsa, ondan yaranan üçbucağında o qədər iti bucağı olacaq. İndi bizə korbucağı üçbucaq verib, mən hər ehtimal üçün yenə göstərirəm. Tərəflərin orta nöqtələrini, orta nöqtə, buradan orta nöqtə, baxın. Orta nöqtələrdən əmələ gələn üçbucağımız da elə korbucağı üçbucaq olacaq. Ona görə yenə də nə olacaq? Bunun 2 dənə iti bucağı olur. Deməli, cavabımız olur A variantı. Eyni ilə 5-ci sualda eynisidir. Düzbucağı üçbucağın 2 iti bucağı var deyə onun orta xətlərin əmələ gətirdiyi, yəni orta nöqtələrin birləşməsinə əmələ gələn üçbucağın da iti bucaqların sayı 2 olacaq. Yenə şəklini çəkib özünüz baxarsınız. 6-cı, deməli, 6-cı sualda üçbucağın orta xətti, baxaq, 6. Üçbucağın orta xətti paralel olduğu tərəfdən 5,4 cm kiçikdir. Yəni, əgər oturacağımız x-sə, bura x çıx 5,4-dür. Üçbucağın bu tərəfi ilə orta xəttin uzunluqlarının cəmini tap. Yəni, yəni orta xətdən belə deyək, oturacağın cəmini tapmalıyıq. Bir yandan da dedik ki, uşaqlar, oturacaq orta xəttin 2 qatıdır. Yəni, 2 vurulsun, x çıx 5,4-dür. Onda mən bunu açsam 2x minus 10,8 olar. X-i sağa ötürsəm 2x-dən x çıxaram. 10,8-də sola ötürsəm müsbət 10,8 olar. Deməli, olur x bərabərdir 10,8. X tapandan sonra yazıram 10,8 və gətirib yerinə qoyanda 10,8-dən 5,4 çıxanda eləcək 5,4. 5,4 ilə 10,8 toplamalıyıq. 10,8-dən 5,4 toplayırıq. Cavabımız olur 16,2. 16,2 C variantı. 7 eynisiz özünüz işləyirsiniz. 8-ə baxaq. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel orta xətt. Deməli, orta xətt bilir ki, hər bir üçbucağın 3 orta xətti var. İndi bizə bərabər yanlı üçbucaq verilib və uşaqlar yan tərəfə paralel deyəndə artıq yan tərəf budursa, yan tərəfə paralel orta xətt bu olacaq bizdə.
Yan tərəfə paralel orta xəttimiz 4-dür. Onda oturacaq. Həmin yan tərəf 8-dir. Sol tərəf 8, sağ tərəfə 8 yazaq. Üçbucağın perimetri 20-dir. Perimetrimiz 20 olarsa oturacağı tapın. Oturacağı da bir x yazsaq. Perimetri tapmaq üçün üçbucağın bütün tərəflərini toplamalıyıq. Yəni 16 üstəgəl x bizdə 20 verməlidir. X də bərabərdir 4. Cavabımız olacaq B variantı. 9 eynisidir. Özünüz işləyərsiniz. 10-cuya baxaq. Üçbucağın iki tərəfi A və B-yə bərabərdir. Üçüncü tərəfin ortasından verilmiş tərəflərə paralel düz xətlər keçirilib. Alınan dördbucağının perimetrini tapın. Deməli, bir dənə üçbucaq çəkirik. İki tərəfi A və B-dir. Üçüncü tərəfin buradan ortasından verilmiş tərəflərə paralel düz xətlər. Deməli, bu tərəfə paralel düz xət belə çəkirik. Digər tərəfə paralel düz xət isə belə çəkirik. Və bu digər tərəflərə paralel düz xətlər keçirilib, alınan dördbucağının perimetrini soruşur. Bunun perimetrini soruşur. Bunun perimetri uşaqlar ümumiyyətlə elə yan tərəflərin cəminə bərabərdir. Bu bir qaydadır. Amma ümumidə göstər ki, necə olur bu? Deməli, əgər orta nöqtədən paralel düz xət keçirilibsə, o gedib orta nöqtəyə düşür. Və burada tərəf 2-yə bölünür. B bölü 2, B bölü 2 olur. Eyni də burada da orta nöqtə olduğuna görə A bölü 2, A bölü 2 olur. Sonra paralel dediyinə görə paralel və bərabər. Burada paralel düz xətlər həm də bərabərdir. A bölünsün 2. Və burada B bölü 2 olduğuna görə aşağıda, yəni üzbəyiz olan paralel düz xəttimiz də B bölü 2 olur. Və bunların dördünü toplasaq 2 vur. Hərəsindən 2-dən olduğuna görə A bölü 2 üstə gəl B bölü 2 yazsaq. Yəni 2 vurulsun. Məxrəcə 2 yazsaq, sürətləri toplasaq, 2-lər gedər, nəticəmiz qalar A plus B. Yəni bunu bir qayda kimi yadda saxlamalıyıq ki, istənilən üçbucaqda verilən düz xəttdən kənarlara endirilən paralel düz xətlərin əmələ gətirdiyi dördbucaqlı elə həmin yan tərəflərin cəminə bərabərdir. Burada cavabımız oldu A plus B. 11-ci sualda A plus B variantı. Variant var imiş. Elə bildim, açıq sualdır uşaqlar. 11-ci sualda üçbucağın tərəfləri 3, 4, 6 kimidir. Yəni şəkil çəkək. 3K, 4K, bu da olsun 6K. Tərəfləri bu üçbucağın orta xətləri olan ikinci üçbucağın perimetri. Deməli, orta xətlərdən əmələ gələn bu üçbucağın perimetri 5,2 olarsa, birinci üçbucağın böyük tərəfini tapın. Yəni biz 6K-nı tapmalıyıq. Bunun üçün də bizə K lazımdır. Ümumiyyətlə, orta xətlərdən əmələ gələn dedik üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısıdır. Böyük üçbucağı da perimetri tapmaq üçün tərəflərini toplasaq, 3K üstə gəl 4K üstə gəl 6K bölü 2 bərabərdir 5,2. Ümumidə toplasaq, eləyər 13K böl 2 bərabərdir 5,2. 13K bərabərdir 5,2-ni çarpaz vuraraq 2-yə. Eləyər 10,4. K da bərabərdir 10,4-ü bölərik 13-ə. Onun içində 13 yoxdur 0-dan. 104-ün içində 13 8 dəfə 0,8. Bu K-nız. Amma bizə belə verir ki, birinci üçbucağın, yəni böyük üçbucağın böyük tərəfini 6K-nı soruşur. Buna görə biz 6-nı vurmalıyıq 0,8-ə. O da eləyəcək 4,8. Kiçik desəydi 3K-ya vurardıq. Bu da getdi. 12-ci sual. 12-ci sualda deyir ki, 12-ci sualda deyir parça düz xətti kəsir. Bir dənə düz xətt çəkək. Tutaq ki, A düz xətti. Bir dənə parça çəkirik uşaqlar. Parça deyir düz xətti kəsir və onun ucları tam A ucu, bir də B ucu göstərək. O və onun ucları düz xəttdən 6 sm və 10 sm məsafədədir. Məsafədə o demək ki, hündürlük atırıq uşaqlar. Bu hündürlüyü 6 və 10 sm məsafədədir. Bizə deyir ki, parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir?
AB parçasının orta nöqtəsi təxminən düşür bura. Bura bir S qoyaq. S deyir bu düz xəttdən hansı məsafədədir? Burada bir X ataq. Bu tip misalların qaydasını, daha rahat qaydasını deyək ki, uşaqlar. Kənardakı parçaların fərqini 2-yə bölürük. 10-6 bölünsün 2. Ola bilər ki, nə vaxtsa bu sual açıq sual olsa, onda belə işləyəcəksiniz, şu açıq sual kimi. Deməli, bura yazdıq 6, bura yazdıq, deməli 10. Bizdən orta nöqtədən buradakı məsafəni istəyir, düzdür? Nə edəcəksiniz? Onda bu düz xətti biraz uzadacaqsınız. Uzadandan sonra, deməli, bura 90 olduğuna görə, bura 90 qoyduq. Ümumi 3 bucağımız oldu, düz bucaqlı 3 bucaq. Sonra X-i də uzadırıq və bu 6 olduğuna görə sol tərəf. Uzatdığımız paralel düz xətlər də 6 olar. Ümumi bura bizdə 16 olar. Bu da orta nöqtədən düşdüyünə görə orta xətt sayılır. Orta xəttimizdə 16'nın yarısı, yəni oturacağın yarısı 8 olar. Aşağı 6-dırsa, onda x-ə nə qalacaq? 8-dən 6 çıxarıq 2. Bu şəkildə də işləmək olar. Ola bilər nə vaxtsa sizə bu sual da düşə bilər uşaqlar. Parça düz xətti kəsmir. Və eyni ədədlər yazıram. Uc nöqtələri də 6 və 10 cm məsafədədir. Və eyni sualı verirəm. Parçanın orta nöqtəsi bu düz xəttdən hansı məsafədədir? O zaman nə edəcəksiniz? Kənardakı parçaları toplayıb 2-yə böləcəksiniz. Cavabımız 7, 8. Əgər kəsirsə, demək qayda budur ki, çıxıb 2-yə bölürük. Kəsmirsə, toplayıb 2-yə bölürük. 13-cü sual. 13-də bizə bir 3 bucaq verilib. Düz bucaqlı 3 bucaqdır. Deməli, bir xətt çəkilib, 2, 4 yazılıb. İndi biz burada nə etməliyik? Fikir verməliyik ki, 2, 4-ün yarısıdır. Deməli, bu orta xəttdir. Orta xəttə orta nöqtələri birləşdirən düz xəttdir. Orta nöqtəni birləşdiribsə, əgər bura x-dirsə, onda bu da x-dir. Aşağı y-dirsə, onda sol tərəfdə y-dir. Çünki orta xətt bərabər hissələrə ayırırdı tərəfləri. Bundan sonra da y-i x ilə ifadə edin. Və burada bir dənə şərt verib ki, m-in BC-yə paraleldir. Paralel o deməkdir ki, yəni burada bucaqları da uyğunluğu var. Yəni burada 90 dərəcədirsə, onda bu da 90 dərəcədir. Və biz düz bucaqlı 3 bucaqdan Pifaqor işləyərik. Katetlərin kvadratlarının cəmi bərabərdir hipotenuzun kvadratına. X-la, baxın buradakı x-la 2-nin kvadratlarının cəmi y-in kvadratını verər. Məndən y-i soruşur. Ona görə y bərabərdir. Kökün altında x-in kvadratı üstə gəl, 2-nin kvadratı 4 eləyər. Cavabımız olar B variantı. Və sonuncu suala baxaq, 14-cü sual. Deməli, bizə düz bucaqlı 3 bucaq verilib. Düz bucaqlı 3 bucağın A, B, C. 2 xətt atılıb. AT deyir, tənböləndir. Tənbölən isə bucaq işarəsini qoyaq. Və BM də AT-nin özünə perpendikulyardır. 90 işarəsi qoyuruq. 90 işarəsi qoyuruq. AM-i tapın deyir. AM X. Buranı biz tapmalıyıq. Yaxşı, bir dənə baxaq. ABC üçgəndə BT-ni 3 verib. Verilənlər üstünə qeyd edək. BT 3-dür. CT 5-dir. Bizdən X-i soruşur. Deməli, uşaqlar, belə bir qayda var. Tənbölən qaydasındakı. Deməli, tənbölən çəkilirsə, məsələn, bu istiqamətdə çəkək. Məsələn, bura 3-dürsə, bura 5-dirsə, onda bura 3K olmalıdır, burada 5K olmalıdır. Nisbətlər, yəni böləndə bizə eyni ədədi, yəni K-nı versin deyə. Onda mən bura 3K, burası ümumilikdə 5K yazmalıyım. Çünki bu dəqiqə tənbölən bizdə AT-dir. 3-ə uyğun 3K, 5-ə uyğun da 5K-nı yazıram. Sonra burada bir dənə diqqət edəcəyimiz bir məqam da var. Əvvəlki mövzularda demişdik bunu. Tənbölən uşaqlar fikir verin. Düşdüyü tərəflə, bax, BM tərəfi ilə perpendikulyardır. Deməli, tənbölən idim, həm də hündürlüyəm. Tənbölənin hündürlük olması həm də harada var idi? Yalnız bərabər yanlı 3 bucaqda.
Onda AM ilə AB eynidirlər. Eynidirlərsə, onda biz nə edə bilərik? Burada göy xətt qoydum, amma yenə qırmızını göstərib. Bu dəqiqə AB ilə AM eynidirlər. Onda AB 3K X-də nə olmalıdır? 3K olmalıdır. Bəs indi biz K-nı hardan tapırıq? K-nı tapmaq üçünsə, üçbucaq adını yazın bura. A, B, C-yə baxarıq. Biz burada fərqli bir rəng götürək. Məsələn, deyək, yaşıl rəng götürək. Göstərək, baxın, bu üçbucaq. Baxın, üstündən gedirəm ki, fərqlənsin. Bu üçbucağın öz bucağı da 90 dərəcədir. Onda burada bir Pifagor işləyirik. Bir katetimiz, burada bir şəklini çəkim. Göstərim sizə həmin üçbucağı təkrar. Demək, aşağı ümumidə 5K-dır. Bura 3K-dır. Sağ tərəfimizə 3 ilə 5 vermişdik, ümumidə 8-dir. Pifagor teoremini işləsək, 9K kvadratı üstəgəl 64 bərabərdir 25K-nın kvadratına. 25-dən 9 çıxanda 16K kvadratı bərabərdir 64. K kvadratı bərabərdir 64. 16-ya bölsək 4. K da bərabərdir 2 taparıq. K-nı 2 tapandan sonra məndən AM-i soruşmurdu. AM də 3K idi. Deməli, AM də bərabərdir 3 bölü 2 bərabərdir 6 olar. Bu qədər uşaqlar. Növbəti mövzumuz bərabər yanlı və bərabər tərəfli üçbucaqlardır. Onu da digər videoda izah edərik. Sağ olun, salamat qalın.